Deməli əziz izləyicilər, bu günlər ikinci mətni, yəni 47-56-cı suallar edirəm, sonra bir mətni yerləşdirəcəm. Burada cavabları vurmuşam sizin üçün. Deməli mətndə düz uyğunluğu müəyyən edin. Uyğunluq Tokay ilə Ömər Eldarov 1900 yeganə deyirlər. Çünki həmin dövrdə Tokaydan başqa bu dövrdə Şamilov və başqalarının fəaliyyəti var. Ona görə cavabımız B variantıdır. Budur və yanlışdır verilib. Ona görə 47-dir. Sonra 48-də mətnə aid Bakıda ucalıdan daha çox Nizami və Xeyr. Nizamidə 9 metr idi, Füzulidə 6 metr idi. Ona görə cavabımız A variantı. Mətndə tünqər hərflərlə verilmiş sözlərdən heç birinə uyğun gəlməyən. Mən burada birini tapa bilmədim, amma mütləq şeydə fiqurdur. Bədənin incə ritmik hərəkət göstərmə məharəti deyil. Fiqur ümumiyyətlə bildiyiniz bir uyğunluğu deməkdir. Ona görə bəhrələnmək, faydalanmaq, istifadə etməkdir. Əzəmətli, möhtəşəmi mən burada ona uyğun olan variantı görmürəm. Yəni 4 dənəsi var, həmin sözü görmürəm. Ən məntiqlisi deyəsən elə fiqur. Baxın, oxudan gənc fiquru buna gözəl nümunə ola bilər. Baxın, sürətlərdən biri. Bədəndə incə ritmik hərəkətləri göstərmə məharəti yenə uyğun gəlmir. Mətnin nəticə hissəsilə hansı tanınmaq olmaz? Azərbaycan müasir dövrün tələblərinə uyğun olaraq yenilənməkdədir. Xeyr, müasir dövrün tələbləri deyil, qədimi adətləri də özlərində birləşdirirlər. Altından xətt çəkilmiş söz, altından xətt saxlanılır sözdə həqiqi mənadadır. Burada məcazidə işlətməliyik bunu. Cavabımız C variantı. Növbəti, Fikri Eylerevin heç bir xanasında Məhəmməd Füzulinin heykəlini yaradanlar Fuadla Cəlal deyildi. Məhəmməd Füzulinin heykəlini yaradanlar Məmmədovdan, Tokay Məmmədovdan Ömər Eldarovdur. Növbəti sualımız bizim gəlir. Hansı plan bəndinə əsasən əsas hissəsinə aid deyil? Əsas hissəsinə aid deyil, əcnəbi sənətkarların heykəlləri bu giriş hissəsinə aiddir. Birinci abzasda yazıb. Mətnə hansı suala cavab tapmaq mümkün deyil? Burada bildiyimiz kimi cavabımız olacaq D variantı. Yeniliklər gətirib, amma baxın burada yazıb yeniliklər gətirib, amma hansı yeniliklər də gətirib? Bu haqda heç bir məlumatımız yoxdur. Ona görə cavabımız olacaq D variantı. Növbəti, həmin dövrdə yaradılan heykəllər bu dövrümüzə qədər zid dediyinə görə üçbucaqda deyir ki, çatmayıb, amma burada isə deyir çatıb. Üçbucaq da birinci giriş hissədədir. Bu biri, heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasına və gələcək nəsil ötürməsində mühüm yer var. Bəli, məsələn, Nizaminin, Füzulinin heykəllərin yaradılması buna bir böyük nümunə ola bilər.